Gözəl dostlar, hər vaxtınız xeyirli olsun. Sizə gözəl bir informasiya vermək istəyirəm. Heç harda olmayan bir informasiya. Deməli, deyirlər, çakralarımız bağlıdır filandır, nə bilim, auralarımız itirib öz harmoniyasını filanını, bir sözlə balans pozulub. Bunun üçün nə etmək lazımdır? Sadəcə və sadəcə özün olmaq. Bu bilirsiniz, özün olmaq nə deməkdir eyni zamanda? Fabrik ayarları, yəni nə cür yaranmısan, axı məsəl üçün telefon yarananda onun içində bütün danlar olur, əsas vacib olan şeylər. Sonra funksiyaları sən özün artırırsan, sonra da nə mesajlar gəlir, itib batırsan bunun içində, baxsan ki, telefon doldu, çaşdı, nə nədir. Bax biz də belə özümüzdən ayrılanda bizə sırnaşan şeylər var ha. Sən buna sahib olmalısan, bunu eləməlisən, filan kəs olmalısan. O 3 dənə danışdığım əvvəlki videolarda var. Fabrik ayarlarının sxeması. Bax sən özündən ayrılanda avtomatik olaraq balans pozulur. Həm buralarda problem əməl gəlir, həm bu çakralarda falan olur. Və sənə sırayanda ki 18 dəfə bunu de, 25 dəfə bunu de, 21 gün onu de falan filan. Bunlar heç biri səni ora qaytarmıyor. Çünki sən bu şey var ha, ayarlarda ki o girib deyirsən, fabrik ayarlarını qayıtsın. Ora belə quş qoymasan, yəni o proqramı bilməsən, bunlar sənin müvəqqətidir. 21 gün ola bilərsən, bir ay kef eləyə bilərsən, amma sonra yenə də bura qayıdasın. O da burada kef elədiyin bilsin nədir? Hüzur deyil ha, sadəcə beynini xarab edən şeylər vardı, fikirlər, onlar biraz uzaqlaşdı. Biraz rahatlıq tapdın. Fasilə, reklamlara çıxdın demək olar ki, pauzada. Amma burada sən fabrik ayarlarını bir dəfəlik qayıda bilərsən. Bir sözlə, yəni cavab bu qədər sadədir. Bütün bunların qaydasına düşməsi üçün özün olmalısan. Yeganə şey, özün ol. Rola girmə, aktyorluq eləmə, yəni səmimi ol, özünü aldatma. Bizdə təlimdə vardı o. Hədiyyə 28. Hədiyyə 13. Bu proqramlar. Bir sözlə, kim təlim almayıbsa, onları alıbsa da həyata keçirmişsə, yaşamırsa onları, o uduzduğunu uduzub. Zaten həyat uduzmaqda elə bir tərəfdən də belə uduzur adam. Özündən uzaqlaşır. Özünə yaxın olmaq, yaradana yaxın olmaqdır. Yəni, axı Allah mini versiyası, özünün mini versiyasını Allah yaratdı. Allah Allahı yaratdı. Özünün mini versiyasını. Yəni, üzə çıxdı, təzahür elədi. Və ruhu da onun proqramı oldu. Nələr olmalıdır? Onun təsdiq olaraq. Mələklər deyir, biz nə bilək, bu debil Adəm yaratdığın, biz buna niyə səcdə elə? Deyir, ruhumdan üfürəcəm. Yəni, proqramı görəsiz, deyəsiz, hə, bu proqram Allahındır, başqasının deyil. Beləliklə, keçirik ikinci məsələyə. Adəmə üfürüldü, ruhundan danışdı bütün varlıq aləmlərə, mələklərə, nə bilim kimlərə, o üçün həyata, həyat barədə, həyat haqqında danışdı. İndi sonradan bu proqramla bunları riayət eləmək deyə, kim olmalıyam, nə etməliyəm, bu pıçıltılara, zehnə kökləndi, qəlbin əvəzində və sonunda çıxdı proqramdan, onun auraları, çakraları dağıldı və pərişan oldu. Bir sözlə o haldan çıxdı, o cənnət bağ halı var da, ruhuna bağlanma, o haldan çıxdı. Yəni hardansa qovulmayıb, sadəcə oradan çıxdı. İndi gəldi bura, burada kitablar göndərildi ki, bunu qaytara bilsin fabrik ayarlarına. Əslində kitablar da göndərilmədi, yəni bizim Lordin'də deyim göndərildi, belə bir şeylər olmayıb heç vaxt. Manipulyasiya olunub, yüksək varlıqlar tərəfindən bunları idarə etmək üçün bir sistem yaradılıb ki, bəlkə bunlar ən azından bir yolla gedə bilsinlər, inkişaf prosesindən. İndi qalır oyanmış insanlar. Biz nətər təyin eləyək ki, ümumiyyətlə əlimizdə indi yaxşıdır, pisdir, yalandır, doğrudur, kitablar var da. 90% əhali yer üzünün bu dini kitablarla gedir. Fərqinə də adı nədir? Bu momentdə yaradan öz ruhunu aktiv eləyir, yenə də bizdə olan ruhunu və nə baş verir? Hədiyyələr adlı bir kitab gəlir. İndi ağlı başında olanlar müqayisə edir ki, axı bizə 30 ildir, 40 ildir, 100 ildir, milyon ildir bunlar sığınıb. Bəs bu nədir? Bir baxım görüm nədir, tanış ol. Normal adamsa tanış olub sonra qərar verməli. Və tanış olur, görür ki, ona onun özü barədə həqiqətləri danışır. Daxili həqiqətlərdir və dinlədikcə deyir, hə bu belədir də, burada nə var ki, belə də olmalıdır. Təsdiqini tapır qəlbində. Yeganə kimlər tapmır? Bax bunu filtr qoyanlar, yəni bu proqramdan işləyir. Deyir ki, bundan uyğun gəlmir.
O başa düşmürlər söhbət nədən gedir ki, axı sən bununla uyğun gəlmir. O demək deyil ki, bu səhvdir. Sən bəlkə səndəki bu səhvdir. Axı bu da sənə sığınıb. Sən heç bunu araşdırdınmı əgər? Araşdırmadın axı. Çünki qorxu icazə vermir araşdırasan. Nənə babalar, dədələr deyir ki, bu müqəddəs bunu oxub, sizə ilişib qaldım burada. O baxımdan, yəni səndə olan, keçmişdə olan insanların onun haqqında olan proqramıdır. O sən deyilsən. Özü olanlar avtomatik olaraq deyir ki, hə, o. Burada olanlar elə psixologiya elmində də var, nəmi, harda da var. Bu elə bir şey yığcam bir şeydir də bizim haqqımızda. İndi burada sual olunur. Tutalım ki, bu kitablar gəlib də 1, 2, 3, Tövrat, Quran, Zəbur, nə bilim, Veda filan fərq eləmir. Hamısı gəliblər. Bunu biz nə bilək, nəyinin ayırt eləyək? Axı burada sənə həqiqəti deməsəydilər, sən onu o cür qavraya bilməzdin, qəbul etməzdin. Sadəcə o həqiqətlərə nələrsə artırıblar. Amma bu demək deyil də bu yaradandan gəlib. Sadəcə bizdən əvvəlki sivilizasiyalarda olub, Şumerlərdə olub, nələrdə olub və ağıllı adamlar onu götürüb burada tətbiq edib bir cəmiyyət yaradıblar idarə eləmək üçün. Tamam. Bunu gizlin bir şey deyil. Sadəcə qorxaqlar, nə bilim, təəssübkeşlər, nə bilim, yaltaqlar, kim desən də özünü öz həqiqətləri yaşamayan insanlar sadəcə bunun arxasında gizlənə bilərlər. Bunu müdafiə edə bilirlər. Yaradanın ehtiyacı var müdafiə? Milyon ildir bu kitablar ondan sən yox idin ki o vaxt. Niyə onda indi düşmüsən ortalığa? Beləliklə, nə tər bilirik bu kitablar olan ayələr, kəlamlar Allahla əlaqəsi var yoxsa yox? Adəmə ruhundan üfürüldü, eləmi? Nəsə danışdı da, həmin şeylər olmalıdır da burada. Eyni şeylər. Ruh Amerika kəşf eləmədi ki, nə varsa mələklər səviyyəsini danış. Təsəvvür edin. Yaxşı, Adəm tipoydu, təzə gəlmişdi, bilmirdi nə var, nə yox. Buna sən nağıl da danışsan inanacaqdı. Əlifba öyrətsən bəs idi. Mələkləri sən əlifba ilə baş salınməzdin ki, bunlara super şeylər danışmalıydın. Deyirsən, neyirsən bu debillər ki, bunlar dağıdacaq, yandıracaq, məhv edəcək. Bunlar çox şeylə bilirlər, çoxdan yaranıblar. Demək ki, bunlara uyğun bir şey, bunların wow deyəsi bir şey. Həmin o wow da elə buradadır. Yaradandan gələn bütün kitablarda o wow deyilən şeylər olmalıdır. Mələklərə danışılan ruhundakı proqram. Yoxsa burada başqa bir şey danışdı, sonra Allah başqa bir şey danışdı. Belə şey olmur. Danışan elə sənin ruhundur. Onda informasiya vardır, o da səndədir. Sənin daxilində danışır, sənin haqqında danışır, sənin həqiqətlərini danışır. Yəni, bu qədər sadədir. Bilmirəm, fikrimi çatdıra bildim, yoxsa yox. Buna da belə bir kreativ beyin lazım deyil bunu başa düşmək üçün. 2 megabayt da bəs edir zehin ki, bunu dərk eləsin. Adəmə üfürləndə ruh nə danışdı? Həmin şeylər olmalıdır kitabda. Bax, sənin 4 dənə kitabında. Əgər orada var ki, əllərini kəsin, nə bilim, öldürün, boyunlarını vurun, nə bilim, döyün, səni cəhənnəmə atacam, sən günahkarsın, bu yetim təzə gəlib, buna belə bir şey deyərlər. Ümumiyyətlə, belə bir şey ola bilər. Yaradan mərhəmət, məhəbbət nümunəsi olan, simvol olan yaradan belə bir şey deyir. Və ruhu hardan gəldi? Cəhənnəmdən gəlmədi ki, nervini bir yerdən qaçıb qutarmadı ki, əsəbi deyildi ki, gələ burada sizi öldürəcəm. Orada mələkləri desin bunları, bu boyda proqramı. Adəm söylədi. Bunun nə əlaqəsi var mələklərlə? Normal bir şey deyil. Deməli, bunların hamısı manipulyasiya, qorxu üzərində qurulub ki, sizi idarə eləsin. Oradan çıxırsınız. Məsəl üçün də 4 dənə kitab, 5 dənə kitab deyil, Quran, nə bilim, filan, eləmi? İndi biz müsəlman ölkəsində olduğumuz üçün birinci Quran gəldi ağlımıza. İncil, Zəbur, Tövrat, Xaqavat, Gita və s. Bunların içində hansı birində sənin ruhunu təsdiqləmirsə, onu dəstəkləmirsə, onu şantaj edirsə, onu alçaldırsa, heç biri yaradanla əlaqəsi yoxdur. Məsəl üçün, götürsə burada 5-6 min dənə ayə varsa, tutalım. Ondan 100 dənəsi sənin əsl şəxsiyyəti, əsl ali kimliyi təsdiq edirsə o sözlər, o fikirlər, o ayələr. Deməli, onlar originaldır. Yox, təsdiq etmirsə, original deyil. Bunları kimlərsə artırıb, öz mənafi üçün. İndi götürün, onları da yoxlayın, sonra hədiyyələri, bizim təlimdə olan hədiyyələr kitabımız var. Onu da müqayisə edin. Görün, burada bu cür şeylər var. Şantaj, təhdid, nə bilim, yandıracam səni, qorxutmaq, belə bir şeylər var. Varsa o kəlam oradan çıxın. Düppədüz
6 dənə kitabda belə deyək. 6 kitab. Toparlasan bir dənə tom edir də, bir qalın. Hardasa biri 150 səhifədən hesablasan 600-700 səhifəlik kitabdır. Yəni böyük şriftlərlə də. Bir dənə bunu bitirmək sən akademiyanı oxumaqdan daha yaxşı. Çünki həyatı başa salar, həyat haqqında danışır. Düşünürəm qaranlıq bir şey qalmadı. Nəsə qaldısa kommentləri yaza bilərsiniz. Bir də düz sual verə bilərsiniz. Yaxşı, bu kitablar uydurulubsa, eləmi kimlərsə tərəfindən? Burada həqiqət kəlamlar da var axı. Tam bir 10% bizi təsdiqləyir. O hardandır? Bu sualı verə bilərsiniz. Bunu mən özüm də düşünmüşəm. O da çox sadədir. Tutalım da sənə bir dənə həqiqət danışmalıdırlar. Daha doğrusu yalansırmalıdırlar. Amma əvvəlcə həqiqətdən danışırlar. Axı bunlar qədim varlıqlardır. Hər şeyi bilirlər. Sənə biraz həqiqət danışır. Sən inarsan, bunun içində gəlirsən. Sonra sənə buradan bir dənə balaca yalan danışır. Sonra bir dənə də bu birisini danışır. Səni manipulyasiya edir. Eyni narsistlərin sistemi kimi. Bu yəni çətin bir şey deyil. Sizdən yuxarı, yüksək olan varlıqlar milyon dənə kitab yazar və sən wow deyirsən ki, bu nə da belə? Bunu Allah deyib. Yox, ehtiyac yoxdur Allahın nəyisə deməyinə. Elə hər şeyə Allah demir ki. Varlıqlar artıq proqramı, bu yolu keçiblər də. Bizdən yuxarı olan sivilizasiyalar bu yolların hamısını keçiblər. Və sonda gəmi gəlməli idi, xilas, ki sən ruhundan yapışa biləsən. Amma sənin də proqramın pozulub, çünki özün olmaqdan artıq çoxdan çıxmısan. Səni fabrik ayarlarına qaytarmaq üçün Hədiyyə 13-də danışır. Nə cür bu Adəmin o proqramına dönəsən, orijinal olasan, özün olmağa gedən yoldur. Tutalım da Hədiyyə 28-də danışır. Və s. və s. Təşəkkür edirəm, vaxt itirdiniz, dinlədiniz. Bunlar qiymətsiz mövzulardır. Yararlanın.